Şagirdlərin ən çox qarşılaşdırdığı mövzulardan biri iki qat mayalanma mövzusu. İki qat mayalanma çiçəkli bitkilərdə gedir və mayalanma zamanı erkəkcikdə və dişicikdə müəyyən proseslər gedir. Gəlin birlikdə baxaq. Erkəkcik sapından və tozluqdan təşkil olunmuşdur. Tozluğun içərisində çoxlu tozcuqlar olur. Bu tozcuqlarda deməli çoxlu mikrosporlar olur. Mikrosporlar meyoz yolla bölünməyə başlayır və meyoz yolla bölünən zaman 4 ədəd mikrospor əmələ gəlir. Və bu mikrosporların nüvələri mitoz yolla bölünür, vegetativ və generativ nüvə əmələ gəlir. Daha sonra yenidən generativ nüvə deməli mitoz yolla bölünür və 2 ədəd sperm əmələ gəlir. Düşür dişiciyin ağılcığına. Dişicik ağılcıqdan, sütuncuqdan, yumurtalıqdan və yumurtacıqdan təşkil olunmuşdur. Yumurtacıqların sayı bir neçə ədəd ola bilər. Və tozcuq buraya düşdükdən sonra cücərməyə başlayır. Cücərdiyi zaman tozcuq borusu əmələ gətirir. Tozcuq borusu yumurtacığa mikropilya adlanan hissə var, buradan daxil olur. Və suallarda, testlərdən çox düşən suallardan biri tozcuq borusu erkəkciyin xromosom dəstini daşıyır, yoxsa dişiciyin deyiləcək erkəkciyin xromosom dəstini daşıyır. Çünki tozcuq borusunu buraya düşən cücərmiş tozcuq əmələ gətirir. Daha sonra dişidə müəyyən proseslər gedir. Yumurtalıq daxilində ana megaspor hüceyrə olur və bu hüceyrə meyoz yol keçir. Meyoz yolla 4 ədəd hüceyrəyə bölünür və bu 4 ədəd hüceyrədən 3-ü məhv olur, 1 ədəd megaspor hüceyrəsi qalır. Və burada olan nüvə yenə mitoz yolla bölünür və 8 hüceyrə əmələ gəlir. Bunlardan 4-ü bir tərəfdə, 4-ü bir tərəfdə olur. Bir müəyyən müddət keçdikdən sonra buradan 1 ədəd deməli nüvə, buradan da 1 ədəd nüvə gəlir və ortada birləşir, əmələ gətirir mərkəzi nüvəni, mərkəz hüceyrəni əmələ gətirir. Və tozcuq borusu bura daxil olduqdan sonra partlayır və içərisində olan 2 sperm düşür rüşeym kisəsinin içərisinə. İndi isə baxaq. Deməli, yumurta hüceyrə və 1 ədəd sperminin birləşməsinə zigot, daha sonra rüşeym əmələ gəlir. Rüşeym həm ananın, həm də atanın xüsusiyyətlərini daşıyır. Mərkəz hüceyrə sperm ilə birləşdikdən sonra endosperm əmələ gəlir. Endosperm də həm ananın, həm atanın xüsusiyyətlərini daşıyır. Yumurtalıqdan meyvə, yumurtacıqdan toxum formalaşır. Yumurtacıq sayı bərabərdir toxum sayına, bərabərdir rüşeym kisəsinin sayına. Yumurtalıq divarından meyvə yanlığı, yumurtacıq divarından isə toxum qabığı əmələ gəlir. Toxum qabığı və meyvə yanlığı yalnız və yalnız ananın xüsusiyyətlərini daşıyır. Bunlar mayalanmadan əmələ gəlmədiyi üçün yalnız ananın xüsusiyyətlərini daşıyır, götürürük. Baxın, bu isə yumurtalığın necə böyüyüb meyvəyə çevrildiyini göstərir. Burada görürsünüz, yumurtalıq böyüyür və meyvəyə çevrilir. Bu içərisində olan pomidorun gilə meyvəsində olan toxumlar isə yumurtacıqdan əmələ gəlmişdir.